Bugün elə bil biraz azıq. 6 nəfər qoşulub. Hətta 5 nəfər. Başlayaq məncə yavaş-yavaş. Yəqin ki, qoşulanlar artıq qoşulub. Deməli, ekranım sizə görünür. Bəli. Bəli. Bugün açığı bu gün axırıncı dərsimizdir. Bizim sizlə 8-ci həftə tamamlanır. Və bu da bugün inşallah ki bunu çatdırarıq. Və çatdırmaq zorundayıq. Yəni bu axırıncı dərsimizdir. İndi əsas praktika hissəsində daha çox dayanacağam. Bunlar sadə yerlərdir. Bu hissələri biraz tez keçəcəm ki, çatdıra bilək. Gəlin başlayaq. Deməli, yenə də SPSS modellərdə biz praktika eləyəcəyik. Burada bəzi funksiyalar var ki, bizim data analizində bizə lazım olacaq mühüm funksiyalardır və onlara baxacağıq. İlkin olaraq istəyirəm ki, biraz data quality-dən danışım. Yəni datanın keyfiyyəti deyəndə biz nəyi nəzərdə tuturuq? Bunlar haqqında qısa məlumat verəcəm. Gəlin birinci başlayaq accuracy-dən, yəni dəqiqlik deyirik biz buna. Dəqiqlik dedikdə nə nəzərdə tutulur? Yəni məlumatın reallığı nə dərəcədə əks etdirməsidir. Tutaq ki, biz bir belə deyək, sorğu keçirmişik əhali arasında və əhalinin bir hissəsi bu sorğuda iştirak edir, orada özünə aid məlumatları doldurur və datanın burada dəqiqliyi həmin o şəxslərin datanı dolduran zaman, anketi dolduran zaman oraya yazacağı məlumatların dəqiqliyini ifadə edir. Daha sonra consistency var. Burada əsasən biz uyğunluq kimi başa düşürük bunu. Yəni misal üçün bir anketi 2 nəfər doldurub, amma 2 dəfə yəni qeydiyyatdan keçirib və yaxud da 2 dəfə sorğuda iştirak edib, amma doğum tarixi birində fərqli, digərində isə fərqli düşüb. Ola bilər ki, bu həmin şəxsin doğum tarixini yazan zaman birinci günü, sonra ayı, amma ikinci dəfə qeydiyyatdan keçən zaman isə birinci ayı, daha sonra günü yazmasından irəli gələ bilər və yaxud burada başqa bir səbəblər də ola bilər. Yəni bu zaman consistency pozulmuş hesab olunur. Completeness datanın tamlığıdır. Yəni, misal üçün biz əgər doğum tarixi məlumatını yerləşdirmişiksə ora, bütün qeydiyyatdan keçənlərin doğum tarixini tam olaraq doldurulmasıdır. Və yaxud əgər boş qalsa həmin belə deyək, məlumat artıq data tam hesab olunmur. Daha sonra uniqueness unikallıqdır. Unikallıq sözünü məncə siz artıq eşitmişsiniz. Dublikat, unikal nə deməkdir? Bunları məncə bilirsiniz. Yenə də üstündən keçək. Yəni, dublikat dedikdə biz 2 və daha artıq say nəzərdə tuturuq. Yəni, təkrarlanma baş verir. Unikal isə bir ədəd təkrarlanmayan başa düşülür. Yəni, misal üçün, əgər mən anketi doldururamsa, artıq ikinci dəfə anketi doldurmama ehtiyac yoxdur. Bu artıq təkrara yol verir. Yəni, bir şəxs bir dəfə qeydiyyatdan keçirsə, misal üçün, ikincisinə ehtiyac yoxdur. Yəni, bu dublikat data yaradır artıq orada. Daha sonra timeline'iniz aktuallıq kimi başa düşülür. Aktuallıq dedikdə nə nəzərdə tutulur? Tutalım ki, mən bir kampaniya keçirmək istəyirəm. Amma kampaniyanı keçirdən zaman müəyyən bir dataya əsaslanıram, müəyyən bir datadan istifadə edirəm. Lakin götürdüyüm, əldə etdiyim data 2010-cu ilə aiddir. Misal üçün, 2010-cu ildə hər hansısa bir nəsə bir event olub və orada toplanan datanı, orada hədəf auditoriyanın məlumatları toplanılır və mən 2026-cı ildə 16 il əvvəlin datasını istifadə edirəm. Burada biraz artıq belə də uyğunsuzluqlar ola bilər. Artıq 16 il keçmiş məlumatı günümüzdə istifadə etmək nə dərəcədə doğru olar? Biraz sual altındadır. Bu da yəni timelines belə deyək, qoluna uyğun gəlir. Son olaraq validity keçərlilikdir. Yəni belə deyək də, misal üçün biz e-poçt ünvanımızı yazırıq
qeydiyyatdan keçən zaman. Və hamı bilir ki, e-poçt ünvanında işarəsindən istifadə olunur. Daha sonra məsəl üçün gmail.com və yaxud mail.ru kimi bu formatda yazılır. Yəni o formatın pozulması. Kimsə gəldi, yazdı, işarəsini qoymadı, birbaşa gmail.com yazdı. Artıq burada bu faktor pozulmuş olur. Daha sonra bugün biz keçən dərs xatırlayırsınızsa data audit nodunu run eləyəndə orada ikinci pəncərə var idi. İkinci pəncərəyə keçəndə demişdim ki, bu gələn dərsin mövzusudur. Baxın, indi o hissəyə baxacağıq. Orada biz datanın üzərində hansı əməliyyatları yerinə yetirə bilərik, outlayerlarla necə davrana bilərik və yaxud da biz ekstrem dəyərlərlə də ekstrem dəyərlərə ayrı, outlayer dəyərlərə biraz ayrı yanaşırdıq. Xatırlayırsınızsa, ekstrem dəyərlər bizdə outlayerlardan daha kənarda olan dəyərlərimiz idi. İndi biz burada controlling outliers bölməsində gəlin birinci datamızı gətirək. Bu hansı datadır? Customer base. Bunu demos faylına getirəcək. Demosda biz burada fayl bölməsindən 3 nöqtəyə klikləyərək demişdik ki, SPSS-in daxilində olan şablon datalardır. Və buradan da tapaq onu, deyəsən burada deyildi. Sonra gətirək Excel kimi. Aha, burada. Yox, bu deyildi. Onda yəqin bu bizim statistics faylımızdaydı. Aha, customer base. Gəlin preview ilə baxaq. Burada biz demişdik ki, ilk 10 sətri görə bilirik və əsasən data ilə ilkin tanışlıq kimi ya da biz tutaq ki, əmin olmaq üçün ki, bu datanı doğru açmışıqmı, yəni quick view deyil də, biz bunu artıq Python'da da belə bir kodumuz vardı, xatırlayırsınızsa. Buna baxmaq üçün bu hissədən istifadə edirik. Deməli, burada customer ID, region, salary və yaxud da burada həddən artıq çox sütun var. Təbii ki, hər birini istifadə eləməyəcəyik, amma bizə lazım olan hissələrə baxacağıq. Aha, indi bir dənə xatırlayaq. Bizdə demişdik ki, output paletində iki əsas noddan istifadə edirdik. Biri table nodu idi. Table nodunda aydın məsələdir ki, cədvəl formatında bütün məlumatlara baxış imkanı bizə verirdi. Bir də ən çox istifadə elədiyimiz, bir neçə metriklərə baxa bildiyimiz və analizdə bizə lazım olan nod var idi ki, data audit nodu. Buna biz hər dərs nəzər saldıq və oradan əsas bizə lazım olan, bircə də eqran eləyək bunu, bizə lazım olan audit pəncərəsində müəyyən məlumatlarla tanışıq artıq biz. Burada gəlin baxaq. Təqribi 5000 sətr var. Bəzi sətirlərin nə olduğuna görə burada valid üstünündə artıq buradan görəm ki, misal üçün 2 dənə sətrin boşluğu və yaxud və s. İndi biz artıq bunu öyrənmişik. Bu hissəni keçək quality pəncərəsinə. Quality pəncərəsində biz auditdən fərqli olaraq daha belə deyək də fərqli tərəfdən baxırıq datamıza. Xatırlayırsınızsa biz boxplot üzərində outlayerların və ekstrem dəyərlərin hesablanmasına artıq keçmişik. Düzdür, bunları indi yenidən qayıtmayacağım, çünki onun vaxtımız yoxdur. Amma burada biz proqram daxilində outlayerlarla onlara necə yanaşmaq lazımdır, outlayerları necə biz misal üçün onlara qarşı hansı addımlar ata bilərik, onlara baxacağıq. Yəni bu proqram artıq bizə outlayerları və ekstrem dəyərləri hər bir sütunları üzrə avtomatik olaraq say belə deyək də miqdarını göstərir. Və burada action sütunu var. Action sütununda indi gəlin tutaq ki, outlier və ekstrem
olmayan sütunlara baxmayacağam. Elə birbaşa hansı sütunlardakı outlier və ekstrem dəyərlər var, onların üzərində tətbiq edəcəm. Amma burada sütun sayı çox olduğuna görə təbii ki, hamısını eləməyə vaxtımız olmayacaq. İkisini, üçünü prosta nümunə kimi göstərəcəyik. Daha sonra dəyişim zamanı nəticə nə olacaq ona baxacağıq. Deməli, burada course, discard, nullify, course outliers, discard extremes deyə bir neçə seçimim var. Aydın məsələdir ki, nandır, heç bir action etmirəm burada. Discard bizdə konkret olaraq sətri silir. Sətri silir deyəndə nə başa düşürük? Yəni, tutaq ki, əgər mənim income sütununda 63 dənə outlier'ım varsa, mən discard seçimini aktivləşdirəndə artıq o boş olan sətirlər silinmiş olacaq. Bu da düzgün bir yanaşma deyil. Çünki ola bilər ki, mənim datamda rəhbər şəxslər kəskin şəkildə digər sıravi işçilərdən fərqlənir və onların maaşları outlier kimi düşüb. Yəni, durub mənim bu discard eləməm nə dərəcədə doğru olar? Onda elə çıxır ki, mən rəhbər şəxsləri məlumat bazamdan silmiş olacam. Məsələn, bu halda biz discard seçimindən istifadə etməyəcəyik. Təbii ki, bu yenə də datadan asılıdır, sizin yanaşmanızdan asılıdır, siz nə etmək istəyirsiniz, məqsədiniz nədir? Bunların çox şey asılıdır. Sadəcə olaraq biz indi nümunələr üzərinə gedirik. Daha sonra nullify nədir? Bu missing value kimi götürür. Missing value nədir? Yəni, tutaq ki, sanki mən doldurmuşam formu, amma birthday date yazmamışam. Missing value'dur bu. Yəni, dəyəri silir, amma yerinə boşluq düşür. Yəni, artıq discard kimi gəlib sətri silmir. Course isə bizdə outlier'ları sıxır. Sıxır nə deməkdir? Yadınızdadırsa Boxplot'dan upper bound və lower boundlara baxmışdıq. Demişdik, bu minimum və maksimum dəyərlərdir, amma outlier olmayan minimum və maksimum dəyərlər. Hətta keçən dərsdə bunu vurğulamışdıq. Bunu demək olar ki, bir dərsdə bir vurğuluyuruq. Bax, həmin o lower və upper bound dediyimiz, yəni tam olaraq burada course seçimi bizdə outlier'ları sıxır, həmin o sərhədə gətirir. Sanki datamızı bəli dəyişdirmiş olur burada artıq. Biz süni şəkildə datada dəyişiklik edirik. Təbii ki, yenə də bu da asılıdır datadan və baxırsınız da siz bunu harada eləyə bilərsiniz, harada eləyə bilməzsiniz. İndi gəlin prosta nümunə olaraq praktika eləyib, baxaq görək ki, vəziyyət nə olur? Mən misal üçün seçimlərdən istifadə eləyəndə mənim datamda hansı dəyişikliklər olur? Bir də, əgər mənim datamda 70%, biz indi o faiz nisbətini 70 götürürük adətən, yəni missing value-dursa, onda biz o sütunu silə bilərik. Ümumiyyətlə, o sütunu datadan çıxarda bilərik. Çünki biz onu doldurmaq istəsək, ümumiyyətlə, süniləşdirmiş olacaq. Ona görə də yəni o sütundan istifadə etməyərək elə o sütunu silə bilərik ki, zaten burada məlumat kifayət qədər yoxdur. Mən bunu 30% ilə, 20% ilə nə edə bilərəm ki, məlumat bazamda tutaq ki. İndi gəlin baxaq elə income sütunundan. Burada 63 dənə outlier'ım, 23 dənə ekstrem dəyərim var. Burada mən nə edəcəm? Outlier'ları course eləyəcəm, yəni sıxacam, amma ekstremlərə discard edəcəm. Mən ekstrem dəyərlərim çox belə yüksək dəyərlərdir və yaxud da çox aşağı dəyərlərdir. Onlar mənə lazım deyil. Onlar silinsin. Okey, mənim üçün bu data üçün okeydir və mən bu seçimdən istifadə edəcəm bu dəfəlik. Və gəlirəm və gəlin bir-iki sütunda eləyək. Və mən bunları seçdim. Daha sonra okey basmıram. Okey bassam, elə bir ki, heç nə eləməmişəm, heç bir şey tətbiq olunmayacaq. Gəlirəm burada generator və outlier extreme supernodunu yaradıram. Və okey klikləyirəm. İndi diqqətlə baxaq bura. Deməli, income 63 idi, extreme 23 idi. Outlier'larım və ekstremlərim sayı. Hətta bunlar da bax, 52, 1, 50, 23 bu formadadır. İndi biz baxacağıq ki, bunlar bizim etdiyimiz əməliyyatdan sonra, yəni biz ki, burada outlier'ları sıxdıq ki, sanki yaxınlaşdıraq həmin o upper lower bound'a, yəni outlier olmayan dəyərlərə, eyni zamanda ekstremləri də çıxartdıq. İndi görək datada hansı dəyişikliklər baş verib. Belə bir ulduzum əmələ gəldi, supernodum yarandı. İndi mən bu
supernodun işləməsi üçün mütləq şəkildə bunu dataya qoşmalıyam. Bunu qoşmağı biz bilirik. F-in F2 ilə və yaxud da sağ düymə ilə qoşa bilərəm. Bunu qoşdum və bunu qoşandan sonra da data auditi bu noda qoşuram ki, mən data auditi bu nodun belə deyək, bu nodu işlədərək baxa bilim həmin vəziyyətin nə olduğuna. Ya burada ortadakı bir xəttdən tutub çəkirəm, çəkə bilmədim. Belə bir şey deyirəm. Yəni bunu buna qoşmuşam, auditi də bu nodu qoşmuşam. Çünki sanki bax bu data sistemdə supernodun proqramın özündə olan datadır. Mən orada dəyişikliklər elədim. O dəyişikliklər burada əks olunub və indi o etdiyim dəyişikliklərə burada data audit nodunda baxacağam. Çünki biz bilirik ki, datamızı audit etmək üçün bu noddan istifadə edirik. Ona görə də sanki bunu buna qoşdum. Eyni zamanda bunu da buna qoşdum ki, əlaqəni yarada bilim. Aha. İndi nə edirik? Biz burada nodun üzərində zoom into supernode eləyib burada adımlara da baxa bilərik. Nələr elədik? Baxın burada aydın şəkildə görə bilirəm ki, income sütununda və yaxud digər sütunlarda müəyyən əməliyyatlar icra etmişəm. Daha sonra çıxırıq bunun içindən. Əsas bizə lazım olan data audit nodunda həmin o dəyişiklikləri görməkdir. Ona görə də nodun içinə daxil oluram və quality pəncərəsinə gəlirəm. Aha. İndi gəlin baxaq income-a. Yadınızdasa bayaq income 60 idi. Ekstrem dəyərlər də 23 idi. Ekstrem dəyərlər seçili sütunlarımda 0 olub, bir mənalı olaraq silinib. Çünki mən onları discard etmişdim. Amma ekstrem dəyərlərim, üzr istəyirəm, outlierlərim artıb. 123, 123, 59, 140, amma daha az idi. Tamam, bəs bunun səbəbi nədir? Nəyə görə mən kurs etdiyim halda bu outlierlərin sayı çoxaldı. Necə baş verdi bu? Bu əməliyyat necə baş verdi ki, belə oldu? Baxın, biz əslində outlierləri dəyişirik. Yəni, datamı süni şəkildə dəyişirəm. Datamı dəyişən vəziyyətdə də mən tutaq ki, əgər onu 7 eləyirəmsə, 9-u da misal üçün 6 eləyirəmsə, bu rəqəmlər dəyişirsə, istər-istəməz mənim datam da paylanma dəyişəcək. Yəni, mənim avtomatik olaraq histogramımda əvvəlki histogram kimi görünməyəcək. Paylanmam da eyni olmayacaq. Mənim ortalamam da eyni olmayacaq. Nə bilim, medianım da eyni olmayacaq. Avtomatik olaraq mənim bütün statistik göstəricilərim dəyişəcək. Nəyə görə? Çünki mən datamın rəqəmlərini dəyişmişəm. Rəqəmləri sıxmışam, outlierləri sıxıb gətirmişəm lower bound və upper bound tərəf. Ki, bunlar outlier olmasın. Mən onları outlier statusundan çıxarmaq istəyən zaman əksinə outlierlərin sayını çoxaltmışam. Çünki yenə qeyd elədiyim kimi, biz onları süni şəkildə dəyişəndə mənim datamın dağılımı, paylanması, bütün o daxildə gedən proseslər hamısı dəyişir. Dəyişdiyinə görə sanki datam biraz da yığılır, biraz da ortalamamdır, bu digər statistik göstəricilərimdə biraz da kiçilir və bu zamanda mənim outlierlərim artır təbii olaraq. Yəni, bu hissəni misal üçün mən qaçırmışam. Yəni, belə məqamlar da mövcuddur data ilə işləyən zaman. Daha sonra gəlin baxaq. Nə var? Onlardan danışdıq. Aha. Missing value. Missing value-nun nə olduğunu az çox bilirsiniz ki, bayaq da bir nümunə verildi ki, tutaq ki, mən qeydiyyatdan keçmişəm, lakin doğum günü sütununu doldurmamışam və bu boş bir xana kimi, yəni missing value kimi düşüb sistemə. Bunu 4 müxtəlif adda görəcəksiniz SPSS modellərdə. Bunları əzbərləmək o qədər də önəmli deyil açığı. Yəni, real həyatda bunların hər birindən fərqli-fərqli qarşılaşmırsınız ki, mən bilim ki, bundan ayırt eləmək nədir? Sadəcə olaraq proqramda var və onların mənalarını ayırt eləmək üçün belə kiçik izah verəcəm. Onlar da bir də nə vaxtsa haradasa qarşılaşarsınız, yəni fərqləri, kiçik bir fərqləri var. Null value dedikdə biz numerik dəyişən başa düşürük. Yəni, tutaq ki, bu xanada, misal üçün, yaş sütunudur. Yaş sütunu təbii ki, mən ora öz yaşımı daxil edən zaman rəqəmlərdən istifadə edirəm və gedib ora hərflərlə yaşımı yazmıram ki. Tutaq ki, bu sütun, numerik sütundur, lakin yaş sütunu doldurulmuyor və bu empty cell kimi, yəni numerik dəyişən kimi qəbul olunur və null value kimi adlandırılır, fərqləndirilir. Daha sonra white space var. White space string, yəni kateqorik dəyişənlərə aiddir. Amma burada bir boşluq var. Yəni biz tutaq ki,
Excel üzərindən gedəcəm. Tutaq ki, Exceldə bir xanaya bir boşluq qoyanda əslində xana boş kimi görünür, amma xanada bir dənə simvol var. O simvol da boşluqdan ibarətdir. Siz o xananın uzunluğuna baxsaz, yəni len funksiyasından istifadə edərək əgər xananın len funksiyasını daxilə ötürsəz, baxarsınız ki, orada nəticə 1 çıxacaq. Çünki boşluğun özü belə bir simvoldur. Baxmayaraq ki, o boşluq xanada görünmür. İnşallah biz indi sizlə statistika bitir, Excel-ə keçəcəyik ki, növbəti həftədən. Excel-də biz həmin funksiyanla tanış olacağıq. Və orada biz hər bir boşluğu, bir boşluq bir simvoldur. Len funksiyasının nəticəsində həmin boşluğu sayır təbii olaraq. Çünki bir simvol olduğuna görə. Burada da white space boşluq kimi görünür, amma əslində orada space var, boşluq var, yəni probel var. Və bu da artıq string tipli qəbul olunur. Daha sonra empty string bu yer tutmur. Baxın, white space yer tutur, amma empty string yer tutmur. Amma bu da stringdir. Adında da var zaten string olduğu. Blank value isə ümumi anlayışdır. Burada null və yaxud da boş dəyər kimi baxın, yəni buna daha ümumi kimi baxır. Digərləri daha spesifikdir. Yenə də bunların hamısı missing value kimi adlandırılır. İndi daxil oluruq biz data auditin içinə. Run eləyirəm və daxil oluram yenə də quality-yə. Gəlirəm, burada bizim baxın, həmin o danışdığımız, bəhs etdiyimiz sütunları burada görə bilərik. Burada input missing var. Yəni biz hansı boş dəyərləri doldurmaq istəyirik. Baxın, biz bir daha qeyd etmək istəyirəm ki, bunu əgər bizim datamızda hər hansısa bir sütunumuz 70% boşdursa, baxın, belə deyim, burada bizim məqsədimiz nədir? Birinci onu izah edeyim daha sonra. Bizim məqsədimiz odur ki, bizim datamızda müəyyən sayda, bəzi sütunlarda müəyyən sayda, müxtəlif sayda boş xanalar var və yaxud da doldurulmayan xanalar var, missing value-lar var, ümumi adı ilə desək. Biz istəyirik ki, həmin dəyərləri süni olaraq dolduraq. Çünki boş qalmamalıdır, misal üçün. Məqsədimiz onları doldurmaqdır, amma onları müxtəlif cür doldura bilərik. Praktikada onların müxtəlif cür doldurulması mümkündür və biz onlara baxacağıq ki, biz onları hansı formada doldura bilərik. İndi mən burada null dəyərlər seçəcəm. Çünki baxın, null dəyərlərim sütununda mənim müəyyən bir neçə məlumatım var ki, null kimi düşür və onların mən doldurulmasına hal-hazırda icra eləyəcəm. Və daxil oluram burada metoda. Bir dəqiqə, bu yox, bunu eləyəcəkdik. Səhvən oldu. Və bunların metod, onların doldurulma metodudur. Yəni ki, doğru da desək, mən bu 2 dənə boş olan sətri süni şəkildə doldururam. Yəni, bir dənə rəqəm yazıram ora, belə deyək. Sadəcə olaraq mən bunu manual şəkildə eləmirəm, proqram vasitəsindən eləyirəm. Deməli, burada fixed, random, expression, algoritm və specify adlı müxtəlif seçimlərim var. Biz ən çox istifadə eləyəcəyik. Gəlin bir izah edeyim nədir. Fixed odur ki, bütün hallar üçün eyni dəyər istifadə edir. Fixed dəyər constant, moda, median və yaxud ortalama ola bilər. Bu artıq proqramın bizə təklif eləyəcəyi, belə deyək, həmin o statistik göstəricidən dəyişir yəni. Random odur ki, biz random bir rəqəm seçib yazırıq ora. Deyirəm ki, misal üçün 5. Harada boş xana gördün, get 5 yaz ora. Expression odur ki, mən burada hər hansı bir düstur daxil edirəm, bir tənlik yaradıram və deyirəm ki, bu tənliyə əsasən hesablama apar və boş xanaları doldur. Algoritmdə model özü müəyyən edir. Bu açığı yaxşı bir metod deyil. Nəyə görə? Çünki bəzən elə olur ki, tutaq ki, yaş sütunudur. Yaş sütununu model hesablayır və ora uyğun olaraq 23,5 rəqəmini belə də irəli sürür. Amma mən durub yaş sütununda 23,5 yaza bilmərəm də. Yəni, insanın əgər 24 yaşı olmayıbsa, mən ona 23 yaş deyirəm və mən oraya 23 yazmalıyım. 23,5 biraz düzgün deyil. Yəni, yaş sütununu biraz kəsirli ifadə etməz bu formada. İndi gəlin fixdən istifadə
eləsə, yəni specify-a baxaq deyilə. Hə, burada specify-da elə fix metoddan istifadə eləsək, burada baxın fix-də özü bizə modanı verir. Modanı da 1 olaraq təyin edib, okey. Yəni adətən proqram özü optimal rəqəmi bizim üçün təklif edir. Ona görə də elə bu forma, əgər bizim bir spesifik bir dəyərimiz yoxdursa, elə bu formada saxlamamız daha məqsədə uyğundur. Gəlirəm burada da specify eləyək. Hə, baxın burada məsəl üçün özü mid-range verib. Mid-range nədir? Baxın, range-i biz bilirik də nədir? Range-i necə hesablayırdıq? Hə. Range-i necə tapırdıq? Ən böyük fərqi tapırdıq, böyükdən kiçiyə çıxırdıq. Ən kiçik, bəli. Mid-range dedikdə isə biz minimum və maksimum dəyərin toplanmasından, yəni toplamının 2-yə bölünməsindən alınan dəyərdir. Bir dənə də bu sütunu da dolduraq. Görə bulan da verəcək bizə. O da mid-range verdi, okey. Yenə də, baxın, okey basmırım. Generate edirəm. Missing values super nodunu yaradıram. Burada okey klikləyəcəm. Sample size 10% nə ifadə edir bilirsiniz? Bəzən data çox böyük olanda proqram gücə düşməsin deyə burada 10% ona görə default rejimdə qeyd olunub ki, yəni sanki datanın bütün population'dan istifadə eləmir, sample size-dan istifadə eləyərək bunu icra edir. Sample size-da bilirikdə biz datadan müəyyən qədər bir nümunə götürür və onu tətbiq edir. İndi biz super nodumuzu yaratdıq. Super nodumuz gəldi, düşdü bura. Yenə də mən bunun davamına olaraq qoşmalıyam ki, daha optimal variantda, yəni datamı daha düzgün formada bu şəkildə görə bilirim. İndi mən daxil oluram yenə də quality-yə və bayaq doldurduğum sütunlara baxıram. Artıq baxın, bir neçə sətir, 3 dənə sətir doldurmuşdum. 3 dənə sütununda daha doğrusu. Onlar null value sütununda 0 kimi gəlib düşüb. Bu da belə. Daha sonra davam eləyək. Doldurdu, bunu elədik. Növbəti olaraq biz SPSS-də olan bir neçə önəmli nodlar var, onlara baxacağıq. Nodlar çoxdur, açığı. Sadəcə olaraq hər birindən istifadə eləmirik. Çünki birinci səbəb odur ki, bizə lazım deyil. İkinci səbəb də odur ki, keçən dəfə qeyd etdiyim kimi, bu əslində model qurmaq üçün istifadə olunan bir proqramdır. Sadəcə olaraq biz bunu bizə lazım olan qədərini öyrənirik. Yəni bizə lazım olan analitik hissəsinə nəzər salırıq ona görə. Deməli, burada filter, drive, filler, reclassify, select və distinct nodlarına baxacağıq. Select nodu bizdə filter eləyəcək. Sonra filter nodu yenə baxaq elə orada izah eləyərəm. Elə başlayaq drive nodundan. Drive nodu nə edir? Baxın, burada nümunə olaraq screenshotlar da əlavə eləmişəm ki, praktika eləyəndə bir də rekorda əlinizə baxmağa buradan daha rahat baxa biləsiniz. Deməli, datam burada elə yenə eyni datamdır. Mən burada gəlin qoşaq baxaq. Bunun davamına da qoşa bilərik. Lap istəsiz ayrıca da qoşa bilərik. Gəlin ayrıca qoşaq. Drive nodum field ops paletində olmalıydı. Səhv etmirəmsə, bəli, buradadır. Drive nodunu qoşuram. Burada ilkin olaraq mən məqsədim burada yeni bir sütun yaratmaqdır. Gəlin birinci bunu deyək. Yaradacağım sütunun adını burada qeyd edirəm. Sütunu hər hansı bir funksiyadan istifadə edərək yaradıram. Gəlin baxaq datada. Burada belə bir sütunum var. Customer ID adında. Mənim məqsədim bu sütunda birinci hissəni cari sütundan ayırmaqdır. Yəni, Customer ID sütunda diqqətlə baxsam görərəm ki, bu tre işarəsi ilə mənim datam, belə sütunum 3 yerə bölünüb sanki. Mən onun birinci hissəsini ayırıb, fərz edək ki, bu bizim üçün nəyisə ifadə edir və mən bunu ayırıb, ayrı bir sütunda yeni bir sütun yaradaraq oradan analiz etmək istəyirəm. Mən bu sütunu həmin müəyyən müvafiq funksiyanı istifadə edərək ayıracam. Və bunun üçün də mən drive nodundan istifadə edirəm. Field
adını qoyaq part 1 və daxil olaq formulaya. Formulaya daxil olanda burada müxtəlif sayda funksiyalar var. Biz istifadə edəcəyik start string funksiyasından. Baxın, start string funksiyası, burada start string, substring və end string var. Birini praktik olaraq göstərəcəm. Vaxtımız az idi, digərlərini ümumi belə izah edəcəm, amma praktik eləyə bilməyəcəyik. Sadəcə olaraq mənzilini başa düşsəz, əslində asandır. Burada əslində funksiya çox sadədir. Çünki həm dokumentasiyasını özü də yazır. Artıq dokumentasiyasına baxanda aydın şəkildə mən başa düşə bilirəm ki, mən necə istifadə edərəm bu funksiyadan. Deməli, burada məsələ nədir? Gəlin birinci burada funksiyanı tapaq. Funksiyanın adı elə start yazanda, baxın, start yazıram, burada əks olunur. Sadəcə olaraq, baxın, burada function sitəsinə bir dəfə klikləyirəm və gəlirəm burada start yazanda, burada funksiya çıxır. Yəni, bir var ki, gəlib burada şaquli oxdan özünüz axtarasınız. Bir də var ki, adını yazıb saniyələr içində daha tez tapasınız. O baxımdan elə klaviaturada yazmağınız funksiyanın adını çıxardacaq. Amma bir də qeyd etmək istəyirəm ki, burada yazmayın, burada yazın. Bunun üzərində klikləyin və burada yazmağa çalışın funksiyanın adını. Çünki burada yazsanız olmayacaq. Deməli, burada mən görürəm ki, mənim funksiyamın 2 dənə arqumenti var. Bu arqumentləri mən burada sualları silirəm və bunları yerini dolduracağım və arqumentlər vergüldən ayrılır. Burada məsələ nədir? Mənim sütunum Customer ID sütunumuydu və mən Customer ID sütununu demişdim ki, ilk hissəsini ayırmaq istəyirəm. Mənim Customer ID sütunumda ilk hissə, əgər diqqətlə nəzər saldınızsa, orada 4 dənə rəqəmdən ibarət idi. Yəni, orada treyə qədər olan hissə 4 simvoldan ibarətdir. Mən də burada start stringin daxilini ötürürəm ki, ilkin mənim arqumentim olacaq. Neçə dənə simvol çıxartmaq istəyirəmsə həmin sütundan, həmin rəqəm, yəni 4 dənə, daha sonra isə mən bura sütunumun adını daxil edirəm. Və burada check düyməsi var. Check-i klikləyirəm. Burada əgər bir error çıxsa, mən funksiyanı OK vurub, yəni sütunu yarada bilmərəm. Check-i ona görə edirəm ki, mənə heç bir xəta verməsin və mən əmin olum ki, mən funksiyanı düzgün yazmışım. OK kliklədik və burada da OK kliklədik. Hətta OK klikləməmişdən əvvəl gəlin burada preview eləyək, baxaq. Yaradılmış sütun, yeni yaradılmış sütun adətən axıra düşür. Ona görə elə birbaşa axıra getdim və burada part 1 adlı bir sütunum yaradılıb. Bu start string adından da görüldüyü kimi bizim ötürəcəyimiz sütunun start başlanğıc deməkdir. Yəni, başlanğıcından 4 dənə simvol sayaraq götürür. Bəs yaxşı, tutaq ki, mən həmin sütununda deyək ki, baxın, ortadakı hissəni çıxartmaq istəyirəm və yaxud da sondakı hissəni çıxartmaq istəyirəm. Bunun üçün sondakı hissəni çıxartmaq istəyirəmsə, end string funksiyası var. End stringdə sadəcə 3 yazacağım və sondan 3 dənə simvolu çıxardacağım. Bir də burada substring funksiyasında da mən ortadakini çıxarda bilərəm. Necə çıxardıram? Baxın, dokumentasiyası burada var. N, len və string. Yəni, mən sayıram, mənə lazımdır simvollarımın sayı. Misal üçün, burada mənim Customer ID sütunumda ortadakı simvollarım 6-cı simvoldan başlayır. Baxın, 4 dənə bu rəqəmdir, 5-ci tiredir, 6-cı artıq hərf başlayır, belə deyək, sütunda və bu hərfləri sayanda özü də 6 dənə simvoldan ibarətdir. Yəni, 6-dan başlayaraq 6 dənə uzunluqda olan simvol götürmək istəyirəm. Burada da n-in yerinə 6 yazıram. Birinci 6 bunun başlandığı simvolun dayandığı yeri göstərir. İkinci len isə həmin o simvol sayılarını göstərir. Yəni, kəsib getirmək istədiyim hissəni göstərir. String isə mənim sütunumun adı təbii ki. Evdə bunları mütləq praktik edin. Bir də çox önəmli bir funksiyamız da var. Text split. Bəs sizdə bir sual yarana bilər ki, tutaq ki, mənim hal-hazırda Customer ID sütununda simvollarımın sayı bərabərdir. Bərabər deyəndə nə nəzərdə tuturuq?
birinci treyə qədər olan hissə 4 simvoldur. İkinci ortadakı hissə 6 simvoldur. Bəlkə hər hansı bir sətirdə ola bilər ki, ortadakı hissədə 6 yox 5 simvol olsun. Onda mən ortadakı hissəni çıxartmaq istəsəm və gəlib substring funksiyasından istifadə edirəm. Bura 6 yazsam, onda elə çıxır ki, mən hər hansısa bir sətirdə, hansı sətirdə ki, ortadakı məlumat 6 simvoldan yox 5 simvoldan ibarətdir. Onda mən artıq həmin sətir üçün düzgün məlumatı çıxartmış olmayacaq. Onda bir tre var ya burada, hansı ki, həmin sətir üçün 6-cı simvola tre düşəcək. Onda gəlib elə çıxır ki, treni görmüş olacaq. Yeni yaradılmış sütunda. Amma text split funksiyası bizə icazə verir ki, mən burada konkret olaraq, baxın, text split'i yazıram. Bax, məntiq eynidir. Hər birində eyni noddur, drive nodudur. Sadəcə olaraq funksiyanın adı fərqlidir. Dokumentasiyası da burada verilir. Baxın, gəlirəm bura. Birinci yerdə dayanan mənim sütunumun adıdır. Növbəti deyirəm. Ötən funksiyalarımda 3-cü yerdə, axırıncı yerdə gəlirdi sütunumun adı. Burada isə birinci gəlir. Daha sonra mənə gəlir n. N nədir? Yəni ki, mən gəlin eni saxlayaq, birinci, üçüncünü izah edim, sonra ikiyə qayıdım. Birinci çarı qeyd edirəm. Çar odur ki, yəni karakter ifadə edilir. Karakter burada mənim sütunumun nədən ayrıldığıdır. Baxın, tredən ayrılıb sütundakı hissələrim. Mən bu hissəni qeyd edirəm. Treni bura yazıram, üçüncü argumentə. Və burada yazdığım iki hissə onu ifadə edir ki, yəni sən treyə görə böldün bunu hissəyə. Tutaq ki, birinci hissə, ikinci hissə, üçüncü hissə. Orada mənə ikinci hissəni götür gətir. Bu iki, həmin o ikini ifadə edir. Yəni, əgər mən burada sonuncu hissəni istəsəm, onda elə çıxır ki, text split funksiyasını yazsam, burada 2 yox, 3 yazacağım. Çünki mən tredən ayrılandan sonra sütunu, onda üçüncü hissə mənim düşür. Baxın, bu son 3 simvolumun payına. Bu onu ifadə edir. Bura qədər hər hansı bir sual yoxdur. Yəqin ki, yoxdur. Davam edək. Bizim distinct nodumuz nə edir? Bu bizdə duplikatların silinməsi işinə baxır. Biz Excel'də də sizlə duplikatların silinməsinə bağlı bir əmrimiz olacaq. Hansı ki, çox istifadə olunan, elə iş mühitində də demək olar ki, mən çox tez istifadə edirəm ondan. Bilmirəm, indi siz işdə analitik toollardan istifadə edirsiniz yoxsa yox, amma siz istifadə edəndə rastlaşacaqsınız ki, duplikatların silinməsi çox önəmli, belə deyək, bir əmrdir. Yəni, o tez istifadə olunan əmrlərdən biridir. Biz indi burada distinct nodunu qoşacağıq. Gəlin qoşaq. Elə bunu davamına qoşa bilərik. Distinct nodunu qoşuram. Və gəlirəm. Burada key fields for grouping hissəsi var. Mən bura hər hansısa bir sütunu atmalıyam ki, mən yəni nəyə görə hansı sütunun duplikatlarını silirəm. Adətən bu yəqin ki, siz də məndən razı olarsınız ki, bu ID olar. Customer ID-ni klikləyək. ID-yə görə biz silinməni aparırıq. Çünki bilirsiniz ki, hər bir şəxsə aid bir ID olur və bu məlumat təkrarlanmamalıdır. Əgər məlumat bazasında təkrarlanma varsa, artıq bu belə deyək də təmiz data olmur da adətən. Düz deyək, yenə də asılıdır datadan deyərəm belə, birdən deyərsiniz belə, amma adətən yəni bu hallar müşahidə olunur. Ona görə də biz indi ID, ən bizim üçün bu dəqiqə ideal seçim datamızda olan ID sütunundan istifadə edərək duplikatları silməkdir. Ona görə də bu yoldan gedirik. Burada ilkin olaraq mən davam etməmişdən əvvəl mod hissəsi var. Modda 3 dənə fərqli seçim var. Bizdə ilkin olaraq create a composition record for each group nə ifadə edir? Burada gəlin bunu saxla, digərlərini izah edim, sonra ona qayıdarıq. Include only the first record in each group o deməkdir ki, yalnız birinci gördüyü, tutaq ki, ID 2 dəfə təkrarlanıb, o birinci gördüyü ID-ni saxlayır,
digərlərini silir. Lower dildə isə dublikatları silir. Bu tam olaraq mənim istədiyimdir. Baxın bu seçim. Digər seçimlər biraz fərqlənir. Yəni mən bayaqdan danışdığım ki, dublikatların silinməsi elə belə bu, yəni bu seçimdir. Discard only the first record in each group nə deməkdir? Include bilirsiniz ki, daxil etməkdirsə, discard da onun tərsidir, silməkdir. Bu, bunun tərsini edir. Yəni, bu tapdığı birinci dəyəri silir. Bu nə deməkdir? Yəni, məntiq olaraq düşünsə, deməli, bu unikalları silir, dublikatlar qalır. Çünki əgər datamda, tutaq ki, ID 1, 2, 3, sonra yenə 1 varsa, o gedəcək, 1-i görəcək birinci dəfə siləcək, 2-ni görəcək bir dəfə də siləcək, 3-ü də görəcək bir dəfə də siləcək, artıq 1-i ikinci dəfə görə də onu silməyəcək. Çünki 1-i artıq yuxarıda bir dəfə silib. Deməli, bu əmrin əksidir. Yəni, mən burada discard only first record deyib run eləsəm, mən burada yalnız dublikatları görmüş olacağım. Datamda dublikat yoxdur deyə mən heç nə görə bilmirəm. Amma bunu saxlasam, bu artıq dublikatların silinmiş versiyasıdır. Yəni, dublikat sililəndən sonra əlimdə qalan data budur. İndi biz zaten görürük ki, burada dublikat yox idi. Olsaydı bu seçimdə çıxardı. Yəni, bəzən bilmək istəyirsiniz ki, datamda dublikat var, yoxsa yoxdur. Onları silmək istəmirsiniz. Sadəcə olaraq bilmək istəyirsiniz. O zaman gəlirsiniz, burada discard edirsiniz. Bir dənə preview'da baxırsınız ki, burada əgər məlumat varsa, deməli, o gördüyünüz məlumatlar konkret olaraq dublikat olan məlumatlardır. Birinci seçim isə, düzdür, bu adətən çox istifadə olunmur, amma bu neyinir? Əgər datada bir neçə dənə dublikat varsa, onun nəticələrini birləşdirir, bir vahid sətir olaraq bizim qarşımıza çıxardır. Yəni, necə? Tutaq ki, datada 3 dənə eyni şəxs təkrarlanıb sətir boyu, 3 dənə ID təkrarlanıb və 3 dənə şəxsin məlumatları təkrardır. Bu götürür, həmin o 3 dənə təkrarlanmış sətirdən birini saxlayır, amma o 3 dənə sətrin məlumatları var. Tutaq ki, yaş məlumatı var. Yəni, nə bilim, nümerik dəyərləri indi deyək də, tutaq ki, yaşdan gedək. O yaşların ya ortalamasını hesablayır mənim üçün. Həmin o saxladığı bir dənə sətirdə ortalamasını göstərir, ya modasını göstərir və yaxud da medianı göstərir. Bu seçimdən asılı olaraq müxtəlif seçimlərdən istifadə edə bilər. Yəni, adətən bu istifadə olunmur. Əsas bizə lazımdır include the only first record in each group. Bu belə. Davam edək. Bizdə növbəti olaraq filler nodu gəlir. Filler nodunun məqsədi əvəz etmə eləməkdir. Yəni, replace. Biz Excel-də də replace keçəcək bir əmr kimi, hətta bir funksiya kimi Excel-də də replace var. Amma yəqin ki, sizin də ən çox işlə istifadə edədiyiniz replace-in əmridir. Burada da çox rahat şəkildə istifadə edirik. Zaten modellerde çətin bir şey yoxdur. Deməli, burada məqsədimiz nədir? Gəlin filleri qoşaq. Baxın, bir var filter, bir var filler. Filter haradadır? Filter axırdadır. Filter odur ki, biz hər hansısa bir sütunu növbəti mərhələ üçün datamızdan çıxardırıq. Yəni, load ilə desək, sütunları silirik, filter edirik. Amma filler nodu biraz oxşuyur adları, amma filler nodu isə replace əməliyyatını icra edir. Filter yox, filleri seçəcəm və daxil oluram içinə. Deməli, mənim datam da, gəlin birinci dataya baxaq. Elə axırıncının üzərindən baxaq. Burada hanı o sütunum? Female, male adlı bir sütunum olmadı, gender sütunum. Neyse, indi onu axtarmayaq. Məqsədimiz nədir, onu izah edeyim. Bəzən elə olur ki, tutaq ki, form doldurulan zaman, formu dolduran şəxs, female və male-i, tutaq ki, bir nəfər gəlir, M yazır. Yəni, M male ifadə edir. Bir nəfər gəlir, male sözünü tam formada yazır. Bir nəfər gəlib, male-i caps lock-la yazır.
Və yaxud da biri gəlib birinci hərfi kiçik, böyük, digərlərini kiçik yazıb. Biri gəlib mail yazıb, axırda 2 dənə e hərfi düşüb təsadüfən. Yəni səhv yazılıb. Artıq bu mənim datamda əslində mənim sütunum gender sütunu 2 dənə dəyərdən, fərqli dəyərdən ibarət olmalıdır. Male və female. Burada artıq heç bir üçüncü məlumat olmamalıdır. Belə olan zaman əgər mənim datamda bir məhdudiyyət yoxdursa ki, tutaq ki, siz yalnız bu iki seçimi seçə bilərsiniz. Ya M, ya F və yaxud da ya male, ya female. Əgər şəxs özü doldurursa bu məlumatı, burada belə bir datamda səliqəsiz vəziyyət yaranır. Mən bunu filler nodundan düzəldəcəm. Yəni, həmin sütunu yalnız 2 dəyər saxlayacağım. Ya F, ya da M. Yəni, burada artıq heç bir məlumat olmasın. Zaten mən bilirəm ki, F female-i, M isə male ifadə edir. Bunun üçün mən replace-dən əvəz etmə əmrinin nodundan, filler nodundan istifadə edəcəm. Deməli, gəlin bunu bağlayaq və daxil olaq bura. Fill in fields. Mən bura hansı sütunda dəyişiklik aparıramsa, replace edirəmsə, onu daxil eləməliyəm. Gəlin buradan tapaq. Burada yazaq görək, çıxacaq. Gender. Baxın, gender'ı klikləyirəm və gəlirəm bura. Burada replace var. Replace-i daxil olaram və always klikləyirəm. Çünki mənim yazacağım şərt hər bir halda ödəməlidir. Yəni, funksiya hər bir halda işləməlidir. Bəs yaxşı. Burada funksiyanı mən necə yazım ki, mən istədiyim nəticəni ala bilim? Biz bayaq sizə bir funksiya keçdik, start string. Burada da zaten female sözünü mən istəyir female yazım, istəyir 2 dənə e ilə yazım, istəyir ki 3 dənə m ilə yazım. Yenə də female sözü hər bir halda f hərfi ilə başlayır, düzdürmü? Male da m ilə başlayır. Deməli mən start string funksiyasından istifadə etsəm, deyə bilərəm ki, sən bu sütundan birinci simvolu kəs, gətir. Burada bir dəqiqə yazaq gender. Ben bunu deyirəm ki, sadəcə olaraq get gender sütunun birinci simvolu, ilk simvolu başlanğıcdan kəs gətir. Baxın, error çıxdı. Neysə səhv elədik. Neysə səhv elədik. Yenidən yazaq. Buraya yazıram 1. Yazıram gender. Undefined deyir. Yəni, görüm gender sütunu hansı vəziyyətdədir ki, buna undefined statusu qoyur. Bu da yazsın. Deyəsən burada gender sütunu yox, ola bilməz. Qəribə errorlar çıxırsın dəstənizdə. Sütun var amma de gender, Hə, 1-0 olaraq ifadə. Onda o başqa dataydı. HR Analytics-dən istifadə etməliyik. Deyirəm də, biz burada həmişə bunu mən istifadə edirəm deyə. Yəni, HR Analytics-i açaq. Buna görə istifadə edə bilməliyik ki, datanı düz açmamış. HR Analytics görürsən hansı formatdaydı? İnşallah ki, burada problem oldu. Bilirdim belə olacaq. SAV'de ona görə. HR Analytics preview eləyib bir dənə. Deməli, burada hanı o gender sütunumuz? Bizi yordu bu gender sütunu. Vaxtımızı da aldı. Mən yenə görmürəm. Siz görürsünüz. Gördüm. Male və female. İndi gəlirəm bunu qoşuram filleri.
F'n F2 və daxil oldum. Burada yazıram gender. Bunu always eləyəcəm və daxil oluram. Replace with. Burada yazıram start string. Bir bura yazıram. Çünki birinci simvolu götürəcək. Burada gender yazıram. Gəlin buradan daxil eləyək. Problem yoxdur. Bir dənə preview eləyək, baxaq. Baxın, gender sütunu M və F olaraq replace əməliyyatını icra etdik. Gender sütunu deyəsəm bugün axır kitaba bildik. Devam eləyək. Başqa burada nə var idi? Select nodu. Select'i siz o çox sevdiyiniz SQL dərsindən öyrənmişsiniz. Select seçmə əməliyyatını icra eləyir. Biz burada bəsit formada seçmə aparacağıq. Yəni düzdür, SQL-də siz yazdığınız sintaksi, istifadə etdiyiniz kodlar o biraz fərqlidir, amma burada biraz başqa cürdür. Gəlin employee datamı da gətirək bura. Preview eləyək. Okay. Deməli, biz buradan nümunə ilə gedək. Fayl bağlandı. Bir dəqiqə. Neyləmişik burada? Datadan salary demişik ki 22.000-dən kiçik əmək haqqı eyni zamanda gendersında yəni kişi cinsinə aid olan və 22.000-dən aşağı əmək haqqı alanları seçmək tələb olunub bizdən. Seçək ondan. Select nodunu gətirdik. Daxil oluram. Burada mod var. Include və discard. Gəlin birinci conditionu yazaq. Daha sonra ona da baxarıq. Dedi ki salary kiçik olsun 22.000-dən. And yazıram bura. Gender sütunu bərabərdir dırnaqda M. Çək eləyək. Okeydir. Aha. İndi burada include və discard. Include odur ki, mənim burada yazdığım şərti əsasən mən burada ödəyən şərti görəcəm. Yəni datanın nəticəsi yalnız bu şərti ödəyəcək. Discard isə əksinə bu şərti ödəyənləri çıxardacaq və yerdə qalanları göstərəcək. Gəlin include eləyək, preview eləyək, baxaq. Baxın. Deməli, gender M-dir. Salary sütununa da baxaq. Bunlar da hamısı 22.000-dən aşağıdır. Amma discard eləsəm burada M-lər də var. Amma bu M-lərin salarysi 22.000-dən yuxarı olanlardır. Ona görə bunları burada görə biləcəyik. Burada 10 sətirdir. Daha geniş profildə table nodunu əlavə edərək baxa bilərsiniz. Bu da bizim oldu select nodumuz. Aha. Gəldik. Burada derive nodunu düzdür bayaq baxdıq, amma sadəcə burada biraz daha fərqli aspektdən baxacağıq. Burada biz yenə də bir sütun yaradacağıq. Çünki zaten derive nodu bizdə bir sütun yaradırdı. Ötən sütundan fərqi nədir? Burada biz young high salary adlı bir sütun yaratmışıq. Burada bir şərt yazmışıq. Demişik ki, baxın true when başlığı altında monthly income, aylıq gəlir 5.000-dən yuxarı olan və yaşı 25-dən kiçik olanları mən istəyirəm ki, yeni bir sütun yaradım və orada true false olaraq təyin edeyim. Artıq sütunda true olanlar mənim üçün yaşı kiçik, amma maaşı yüksək olan şəxsləri ifadə edir. False'lar isə yəni həmin şərti ödəməyən digər yerdə qalanları ifadə edir. İndi mən gəlirəm. Hansı datamız idi bu? HR Analytics. Gəlin elə bunun davamına qoşaq.
Deməli, field ops'dan drive nodunu gətirək bura və daxil olaq içinə. Üstünümüzün adı olsun. Young high salary. Şərtidir bu təbii ki. Drive as. Burada biz flag data tipi seçirik. Hər dəfə bu söz deyəndə dilim dolaşır. Flag data tipi seçirik. Niyə? Çünki flag data tipinin iki üzü var. Sanki bayrağı düşünün, iki yüzlü olur da. Yəni qəpiyi də düşünə bilərsiniz. Ya burada dəyər true olacaq, ya false olacaq. Yəni burada yazdığım şərtin nəticəsi ya true olacaq, ya false olacaq. Təbii ki, mən bunu dəyişə bilərəm. Əgər true'dursa, mən yaza bilərəm ki, tutaq ki, ödəyir. Burada yaza bilərəm ki, məsəl üçün ödəmir. Bu şərtidir. Bunu da siz istəyə uyğun olaraq tənzimləyirsiniz və daxil olur bura. Burada da yenə də çox bəsit bir formada monthly income böyük bərabərdir 5000-dən yazaq and age-i də kiçik eləyək 25-dən. Kiçik bərabər qoyaq. 25. Check eləyək bir dənə. Okeydir. Və gəlirəm, buradan preview eləyirəm. Baxın, ən sonda qeyd etdiyimiz kimi. İndi bu ilk 10 sətr görünür. Yəqin ki, bunlar ödənmir, təsadüfən ödənmir düşüb bütün sətirlərim. Amma həmin şərtləri ödədiyi halda true value hissəsinə yazdığım nəticəni görəcəm. Əks halda isə false value yazdığım hissəyə yazdığım nəticəni görəcəm. Daha sonra burada nə var? Burada da yeni bir sütun yaratmışıq. Sadəcə olaraq burada bayaq flag data tipini seçdik. Burada isə nominal istifadə edəcəyik. Nominalı biz zaten bilirik ki, bu bizim ilk dərsimizdən nominal data tipi hamımıza məlumdur. Burada məqsədimiz nədir? Müəyyən şərtlər veririk. Baxın, deyirəm ki, misal üçün, yaşı 30-dan kiçik bərabərdir, eyni zamanda maaşı 5000-dən böyükdür. Bu olacaq young high salary kateqoriyası adı altında getməlidir. Bu yeni yaradılmış sütuna daxil olacaq. Bu da salary groups adlı bir sütunumdur və bu şərtləri ödəyən, belə deyək, sətirlər burada qeyd olunan dəyərlərlə ifadə olunacaq. Həmin o yeni yaradılmış sütun. Bunları ödəməsə, artıq burada default value var. Bu boşluğa yazacağım nəticə əks olunacaq. Yəni, bunları ödəməyən bir sətrim varsa, onlar da azır adı altında qeyd olunacaq deməkdir. Baxın, burada bir nümunə də qeyd olunub. Ödəyənlər və misal üçün, hər hansısa bir burada qeyd olunan şərti ödəməyib və azır başlıq altında düşüb. Bu da yenə də eyni məntiqdir. Yəni, drive sütun yaratmaqdır. İndi biz baxırıq reclassify noduna. Reclassify nodu nə edir? Bax, burada biz nə eləmişik? Mənim datamda bir sütun var. Səyahət eləyənlər, baxın, non-travel, travel frequently və travel rarely. Non-travel ümumiyyətlə səyahət eləməyən deməkdir, etməyib. Travel frequently tez-tez səyahət eləyənlər, rarely isə nadirən səyahət eləyənlər deməkdir. Mən istəyirəm ki, düzdür, burada 3 dənə fərqli dəyər var bu sütunda, amma ola bilər ki, burada 10-15 dənə fərqli olsun, amma o 10-15 dənə mənim üçün iki qrupa ayrılır. Travel eləyənlər və eləməyənlər. Ay, nə bilim, tez-tez eləyənlər, nadirən eləyənlər, həftədə 3 dəfə eləyənlər, ayda 2 dəfə eləyənlər. Bu mənim üçün önəmli deyildi. Yəni, mənim yeni bir məlumatım onu ifadə etməlidir ki, ya bu adam travel eləyib, ya da eləməyib. Yəni, 10 dənə, 15 dənə fərqli məlumat mənim üçün belə deyək, artıqdır, yersizdir, mən onları istifadə eləmək istəmirəm. Ona görə də mən reclassify nodundan istifadə eləyərək həmin o bəhs edilən, belə deyək də, sanki yenidən klassify eləyirik də bir növ. Gəlin o da baxaq. HR Analytics datamız. Bunun davamını qoşacağım. Reclassify field. Business traveled. Baxın,
Bir dənə bunu göstərərdim burada. Business travel sütunu. Həmin o sözü gedən sütun. Daxil oluram bura. Reclassify field. Business travel adlandıra bilərsiniz və yaxud da default formatda qala bilər. Gəlirəm burada sadəcə olaraq get edirəm. Burada bilsiz niyə error verdi? Biz bura type nodu qoşmalıyıq. Reclassify nodunu istifadə eləməmişdən əvvəl bu nodu istəyir ki, əvvəlcədən mənim datamda olan sütunlarımın belə deyək, data type'ları təyin olunsun, oxunsun. Bu da onu oxuya bilmir deyə özü tələb edir bizdən type nodunu. Type'ı da gəlin qoşacağım bunun arxasıca. Disconnect və buradan qoşacağım. İnşallah qoşa bilsəm. Sadəcə burada read values edirəm ki, baxın oxudu. Bütün sütunlarını oxudu və indi daxil ola bilərəm bura. İndi mən buradan travel fieldi seçirəm və get edirəm. Non-travel, travel frequently, travel rare. İndi burada 3 dənə dəyər olduğuna görə 3 əks olunub. Daha çox olsaydı daha çox əks olunacaq təbii ki. Və mən buradan gəlirəm. Dedik ki, mənim üçün ya travel eləyib ya da eləməyib. Mən bura misal üçün yes, no yaza bilərəm, 0-1 yaza bilərəm, true, false yaza bilərəm. True məndə səyahət eləyənləri, false səyahət etməyənləri ifadə eləmiş ola bilər. İstəyə uyğun olaraq gəlin yazaq false. Burada yazaq true. Burada olsun true. Apply eləyək və preview'ə daxil olaq. Və burada true false'ları artıq mən yeni bir sütun halında görə bilirəm. Bu da belə. Bir dənə desin nodumuz qaldı, filter nodu. Filter nodu da sadəcə olaraq elə bir ki, nə düşünün? Siz Excel-də tutaq ki, bir cədvəldir, götürürsünüz, bəzi lazımsız sütunları silirsiniz. Filter nodu sadəcə bu işə baxır. Gəlin davamına qoşaq. Burada bütün sütunları görürəm. Hər hansı bir sütunun üzərində bu oxa bir x qoysam, artıq növbəti mərhələdə mən bu sütunu görməyəcəm. Gəlin bir neçə sütunu apply eləyək və davamınca qoşaq buna table nodunu və baxaq görək ki, həqiqətən də həmin sütunlar silindi yoxsa yox. Run eləyirəm və baxın, distance from home'a qədər hamısını silmişdim. Əslində age'dən başlayırdı data. Baxın, age'dən başlayırdı. Distance from'a qədər hamısını sildim və burada da məndə həmin sildiyim sütunlar görünmür. Əgər ola bilər ki, misal üçün sizin məlumatınız, datanız çox böyük həcmdə yer tutur və bəzi sütunlar artıqdır. Sizin data üzərində işləyən zaman həmin sütunlara ehtiyacınız yoxdur və bu zaman daha ağır işləməsin deyə, daha da belə deyək, sizi yormasın deyə həm də sütunların sayı, o zaman filter nodundan sütunlarınızı silə bilərsiniz bu formada. Dərsimiz bu qədər idi. Əgər hər hansı bir sualınız varsa, buyurun. Tamam, sualınız yoxdursa, o zaman yekunlaşdıra bilərik. Qeyd etdiyim kimi, bu bizim sonuncu statistika dərsimiz idi. Çox güman gələn həftədən Excel-ə başlayacağıq. İnşallah hər birinizi uğurlar. Görüşərik, sağ olun. Sağ olun. Sağ olun.